Değerli məclisə əziz qonaqlar, icazə verin bir daha sizləri hamılıqla bu möhtəşəm Səma Şadlıq Sarayında, bu möhtəşəm toy məclisində salamlayaq. Bir daha qeyd edirəm, bugün Balaca bəyimizin, Məhəmməd Əli bəyin kiçik toy məclisidir. Mübarək olsun. Gəlin hamılıqla bəyimizi bir gürültülü alqışlarımızla təbrik edək, rica edirəm. Biraz ürəkdən olsun, əl çalan əlləriniz var olsun. Tanrı hər birinizə yar olsun deyirik. Səma Şadlıq Sarayı'nın kollektivi Balaca bəyimizin şərəfinə, şəninə bir gözəl şirin su şəlaləsi təqdim edirlər. Buyursunlar. Arzular fərqlidir biri-birindən arzulu, yaradıp bizi yaradan dünyada arzusuz var mı bir insan seviner, həmişə arzuya çatan. Arzusuz dünyada yaşamak olmaz, arzulu yürekte ümitler solmaz. Arzuyla yaşayanla ümit kalmaz, arzuya çatanlar baksız kocalmaz. Dünyada ne gəm gör ne de ki bir daha mübarək olsun deyirik. Ulu yaradanımızdan Balaca bəyimizə hamılıqla böyük toy arzulayaq. Günlər keçəcək, aylar keçəcək, illər keçəcək, Məhəmməd Əli balamıza böyük toy məclisi qurulacaq. İnşallah. Evində surətdə gözəl səlvət çatasan, arzuna olasan xoşbəxt, xoşbəxtdir. O adam arzusu vardır, arzu həm həyatdır, həm də ruzudur. Arzusuz dünyada yaşamak olmaz, arzulu yürekte ümitler solmaz. Arzuyla yaşayanla ümit kalmaz, arzuya çatanlar baksın kocalmaz. Dünyada ne gəm gör ne de ki keder, ömrün uzun olsun arzular kadar. Adın arzudursa dünyaya değer, arzun kanatlansın olmasın heder. Bir daha təbrik edirik. İndi isə bir gözəl oynaq rəqs havası ilə bəyimizi və onun dostlarını, bəyimizin əzizlərini rəqsə dəvət edirik. Buyurun. Ay bugün senin toy günün, toy günün. Evinizi de şad günün, şad günün. Hər vaxtınız xeyirli, hər anınız nurlu, hər gününüz uğurlu olsun. Çox hörmətli bəylər, hörmətli atalar, qardaşlar, babalar. İcazə verin bir daha sizləri hamılıqla bu gözəl gündə, bu xoş gündə salamlayaq. Bugün Səma Şadlıq Sarayında Çok sağ ol, var olun, eşk olsun. Tabii ki ilk önce. Ucadan başımın celava, celava. Düşman dostum olacağım karabağ. Elini saçma sen ezimi konuşan karabağ. Vay bana. növbəti musiqilər, növbəti mahnılar Saşa qardaşımızın şərəfinə və sizlərin şərəfinə olacaq. Кардашlar, для меня в жизни была самая большая загадка. Это откуда у азербайджанского народа столько достойных, гордых, свободных духом и обладающих высоким духом мужчин. И вот я только сейчас здесь понял. Провожать путь мальчика, провожать в жизненный путь, чтобы он стал мужчиной, собираются достойные, собираются независимые, гордые, свободолюбивые азербайджанцы.
Я благодарю Бога за то, что Он мне в жизни дал счастье такое, вообще узнать азербайджанский народ. Братья мои, честное слово, я себя чувствую азербайджанцем среди вас. Сава. Spasibo вам. Güzel musikler gelir. Bir daha sizlerin şerefinizden.